Əgər sizdə cinsi kanaldan, kişi cinsi orqanından ifrazat gəlirsə, kanalda yandırma, göynəmə hissi varsa, sidikdən sonra ağrılar hiss eləyirsinizsə və hiss eləyirsinizsə ki, kanaldakı ağrılar sidik ifrazından sonra artır və ya sidik ifrazından sonra azalır, dayanmadan narahatçılıqlar varsa və bu narahatçılıqlar cinsi əlaqədən bir neçə gün sonra baş veribsə, demək siz cinsi yolla yoluxan infeksiyon xəstəliyə yoluxmusunuz. Və həmçində bildirmək istəyirəm ki, siz əgər cinsi əlaqədə olduğunuz şəxs infeksiya olmasını bilirsinizsə və belə bir şübhəniz varsa ki, həmin insanda hər hansı bir mikrob ola bilər, o zaman da siz cinsi yolla yoluxan infeksiyadan yoluxma şübhəsində olmalısınız və bunun üçün həkimə müraciət edib yoxlatmalısınız. Çünki bəzi mikroblar əlamətsiz və simptomsuz keçir. Bugünkü mövzumuz cinsi yolla yoluxan infeksiyon xəstəlikləri olacaq. Bu xəstəlikləri törədicinin növünə görə 4 qrupa bölmək olar. Cinsi yolla yoluxan virus xəstəlikləri, cinsi yolla yoluxan bakterial xəstəliklər, cinsi yolla yoluxan ibtidailər və cinsi yolla yoluxan göbələk infeksiyaları. Bizə müraciət eləyən kanalda axıntı, yandırma, göynəmə, kanaldan ifrazatın müxtəlif rənglərdə gəlməsi, yaşılımtıl, sarı, boz, ağ və ya şəffaf, həmçinin kanalda qarışqa gəzmə hissi, cinsi orqanın dərisində ağrılar, cinsi orqanın dərisində şişkinlik və ya yaraların olması, sidik ifrazında problemlər, yandırma, göynəmə və bu yandırma, göynəmə hissinin mütəmadi və ya sidik ifrazı ilə əlaqədar olması kimi əlamətlər olan pasiyentlər bizə müraciət eləyərkən onlardan vaxt itirmədən analizlər götürülür və o analizlərin nəticələrinə uyğun olaraq qısa müddətə müalicələr yazılır.